Salam, vlog kanalımın daimi və dəyərli izləyiciləri. Kanalımda hər birinizi xoş gördük. Bugün Pasaj AVM Ticarət Mərkəzinə özüm üçün bəzi Novruz aksesuarlarını almağa gəlmişdim. Bir-birindən gözəl, rəngarəng və çox uyğun qiymətə, münasib qiymətə çox gözəl Novruz aksesuarları gəlmişdi mağazaya. Həm özüm üçün alıb apardım, həm də gəlmişkən istədim buradan kiçik bir videoda çəkim sizlərlə paylaşım. Əgər istəsəniz siz də buyurub gələ bilərsiniz və özünüzə lazım olan Novruz aksesuarlarını çox münasib qiymətə alıb apara bilərsiniz. Videonu mütləq sonadək izləyin. Ünvanı açıqlama bölümündə, şərhlərdə qeyd edəcəm sizin üçün. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Mütləq videonu sonadək izləyin və yaxınlarınızla da paylaşın. Nəyi bacardımsa qiymətlərini sizin üçün çəkib göstərdim. 60 qəpik. Xurcunlardır. Bu da 50 qəpik. Şamlar 70 qəpik, 50 qəpik. Qiymət 16.80-dir. Bunun da qiyməti 9 manat. Qızılı yumurtalar qiymət 50 qəpik. 25 manatdır bu. Bunun da qiyməti 7 manat. 4 manat 50 qəpiyə güllər. 3 manat 50 qəpiyə səmənilər. Bunlar da hamısı ayrı-ayrılıqda 1 manat 20 qəpiydir. Bunlar suvenirlidir, çox gözəldir. Belə suvenirli armudu stəkandır. Güya içində çay var, amma əslində çay yoxdur içərisində. Belə dekorlardır. Rəngli boyanmış yumurtalar 2 manat 30 qəpiydir bu. Bunun da qiyməti 7 manat. Həm qız, həm oğlan uşaqları üçün rəngarəng çox gözəl araqçınlar var. Qiymətləri də cəmi 3 manat 60 qəpiydir. Belə bayram tonqalları da dekor şəklində, içərisində şamdan da var. Qiymət 2 manatdır. Dekor samovarlardır. Qiyməti 6 manat 70 qəpik. Həm qızılı, həm gümüşü. Novruz ponçasıdır. Belə xurcunlu. Qiyməti 25 manatdır. Qazonlar 2 manat.